Niyə xoşlayırlar uşaqlarınız şirniyyatı? Niyə? Niyə uşaqlarınız şirniyyatı xoşlayır? Çünki siz o şirniyyatı uşaqlarınıza sevdirmisiniz. Mən nə bilim niyə sevdirirsiniz ki? Niyə? Başa düşürsünüz? Mən də atayam. Mənim də qızım var. Və mən dəqiqliklə onun qidalanmasında iştirak edirəm. O yer gələndə hər şey yeyir. Şirniyyat da yeyir, nə bilim, fri də yeyir. Ancaq çox az. Ayda bir dəfə onun üçün fri yemək bir növ bilirsiniz nədir? Mükafat. Yəni o ona bayram kimi baxır. Məhrum olmur. Bu qədər də uşağın üstünə getmək olmaz. Və yaxud da ki, gedirik məsələn şirniyyat, şəkər istəyir. Həftədə bir dəfə, yəni müəyyən bir halda, hətta inanın Allaha, evdə nə qədər şirniyyat olursa da olsun, o ondan artıq idarəli şəkildə istifadə etməyi öyrənib. Çünki evdə durmadan onun başını xarab eləyən bir mən varam. Başa düşürsünüz? Saat 11-dən sonra yemək yemə, saat 10-dan sonra yemək yemək olmaz, gecələr yemə, axşam ye. Sizə ki nələrsə də, nəsə də deyirəm bu videolarımda, canlı yayınlarımda deyirəm ki, bunu belə mən uşağımı elə tərbiyə eləyirəm. Və milyon dənə şəkərin içərisində artıq bu insanın beynində formalaşmış qidalanma tərzi var. Qidalanma tərbiyəsi var. Başa düşürsünüz? Nə edək deyil. Tərbiyə eləyin uşaqlarınızı. Təkcə tərbiyə deyəndə sırf filankəsin yanında söyüş söymə, filankəsin yanında elə davranma. Yox, qida ilə necə davranmaq lazımdır? Qida ilə davranış tərzini uşaqlarda formalaşdırmaq lazımdır düzgün formada. İlkin olaraq özünüz bu qidalanma vərdişlərini özünüzdə formalaşdırmalısınız ki, uşağa da ötürməlisiniz. Mən uşaqlar barəsində gəlib heç nə deməyin. Çünki günahkarı, təqsirkarı sizsiniz.